Qadınlar əmanətdir. Xanımlar əmanətdir. Allah Rəsulu bizə bunu son can vermə mərhələsində buyurub. Son nəfəsində buyurub. Əmanətdir xanımlar buyurur. İncitmin xanımları. Bəzən elə xanımlar var ki, onların ayağında ruzi var, bərəkət var. Bir qız uşağı dünyaya gələr, ruzidir, bərəkətdir. Hətta hədislərdə qeyd olunur ki, Allah Rəsulunun yaxın bir səhabəsi, yaxın bir dostu müharibələrdə, savaşlarda Allah Rəsulu ilə bir yerdə olub, dünyasını dəyişir. Allah Rəsulu bu xəbər eşidəndə çox sürətlə qəbirstanlığa gəlir. İcazə verin dedi. İcazə verin, mən dostumu özüm dəfn edəcəm dedi. Allah Rəsulu dostunu qəbrə qoyarkən Allah Rəsuludur, qəbrin sıxıntısını hiss eləyir. Qəbr onu sıxır, hiss eləyir. Allah Rəsulu deyir, ya Rabbim, axı bu mənim dostumdur, mənimlə müharibədə çiyin-çiyinə vuruşub. Allah Rəsulu qalxır ayağa, üzün tutur yaxınlarına. Hardadır anası? Anası yaxınlaşır. Anacan, sənin oğlun evdə sənə əziyyət verirmi? Yox ya Rasulallah, südüm ona halal olsun dedi. Oğlum məndən və mən də oğlumdan razı idim. Amma ya Rasulallah, bir problem, bir narahatçılığı, bir gərginliyi, bir dənə onun pis vərdişi var idi. Xüsusiyyət olaraq nə idi o? Allah Rəsulu buyurdu, nə idi o deyin? Dedi, ömür yoldaşı ilə yaxşı rəftar eləmirdi. Ömür yoldaşına əziyyət verirdi dedi. Allah Rəsulu həyat yoldaşını çağırdı, halallığını aldı və Allah Rəsulu dostunu qəbrə tapşırır. İncitmin, ömür müvəqqətidir.